60 kilometr bölək dəqiqə isə metr bölək saniyədir. Kilometr bölək dəqiqəni metr bölək saniyəyə çevirək. 60 saxladıq. 1 kilometrimiz 1000 metrdir. Bir dəqiqəmiz də 60 saniyədir. 60-dan 60 gedir, eləyir 1000 metr bölək saniyə. Doğru cavab olacaq A variantı. Verilən vahidlərdən hansı əsas vahid deyil? Əsas vahid olmayan burada dəqiqədir. Qalanlar hər biri əsas vahiddir. Doğru cavab B variantı. Şəkildə təsvir olunmuş cihazın bir bölgüsünün qiymətini hesablayın. Bir bölgünün qiymətini hesablamaq üçün iki qonşu bölgünü çıxmaq lazımdır. Yəni 60-dan məsələn çıxırıq 40-ı. Bölməlik aradakı bölgülərin sayına. Görürük ki 10 yerə bölünüb. 60-dan 40 çıxanda 20 eləyir. 20-ni 10-a böləndə eləyir 2. Bir bölgünün qiyməti 2 olacaq. Doğru cavab C variantı. Koordinatın dəyişmə yerini xarakterizə edən cəmiyyət necə adlanır? Koordinatın dəyişmə yerini xarakterizə edən cəmiyyət sürət adlanır. Doğru cavab B variantı. Sürəti 10 metr bölək saniyə olan qayıq axın sürəti 3 metr bölək saniyə olan çayda axın istiqamətində 4 saniyəyə nə qədər məsafə qət edər? Sürəti 10 metr bölək olan qayığın sürətini bizə verib 10 metr bölək saniyə. Axın sürəti 3 olan V axın bərabərdir 3 metr bölək saniyə. Axın istiqamətində 4 saniyə nə qədər məsafə qət edər? Deməli, biz axın istiqamətində sürəti tapsaq, qayığın sürətindən axın sürətini toplamalıyıq. V qayıq plus V axın eləyəcək 13. S-i də tapsaq, S bərabərdir. V axın istiqamətində vuraq T. O da eləyəcək 13 vurulsun 4 eləyəcək 52 metr. Doğru cavab olacaq 52 metr. Doğru cavab E variantı. Başlanğıc sürət 10 metr bölək saniyə. Təcili 2 metr bölək saniyə qadağada olan avtomobil bərabər yavaşlayan hərəkət edir. 5-ci saniyənin sonunda sürəti hesablayın. 5-ci saniyənin sonunda T-nin ilə 5 saniyə olmağı deməkdir. Bərabər yavaşlayanda V bərabərdir. V sıfır çıxaq AT. 10 çıxaq 10 eləyəcək 0. 5-ci saniyənin sonunda cismin sürəti, avtomobilin sürəti 0 olacaq. Yəni cisim dayanacaq. Cavab E variantı. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən 20 saniyə müddətində getdiyi yola görə orta sürətini hesablayın. X-in T-dən asılı qrafikinə görə yol bu şəkildə hesablanır. Əvvəl 20 saniyə dediyi üçün əvvəl 15-dən getdi 35-ə. Əvvəlcə getdiyi yolu hesablayaq. 15-dən 35-ə 20 metr yol gedir, üstə gələk. Sonra isə 35-dən gəldi 25-ə 10 metr yol gedir. Cəmi getdiyi yol olub 30 metr. Yola görə orta sürəti tapanda da V orta bərabərdir. Yol bölünsün zaman olacaq. Yəni 30-u bölsək 20 saniyə, 20-yə 0 ixtisar gedir, qalacaq 1,5 metr bölək saniyə. Doğru cavab olacaq C variantı. Adil topa ayaqla 25 Newton qüvvə ilə zərbə vurarsa, top Adilin ayağına hansı qüvvə ilə təsir edər? Newtonun 3-cü qanuna görə təsir əks təsirə bərabərdir. Cavab olacaq 25 Newton. Doğru cavab B variantı. 10 metr bölək saniyə başlanğıc sürətlə hərəkətə başlayan cismin sürətindən zamandan asılı qrafikindən istifadə edərək hərəkət təcilini hesablayaq. Hərəkət təcili A bərabərdir. V çıxılsın. V0 bölünsün T-yə. Son sürət 20. Başlanğıc sürət 10. Bölək T-dəki 5 olduğu üçün onu 5-ə böləndə eləyəcək 2. Doğru cavab olacaq A variantı. Cismin sürətini hansı cihaz və ya cihazlarla ölçmək olar? Cismin sürətini ölçmək üçün spidometrdən istifadə olunur. Spidometrimiz yoxdursa V bərabərdir. Delta X bölsün T-yə görə xəttkeş və saniyə ölçənlə də cismin sürətini ölçə bilərik. Doğru cavab C variantı. Radiusu R bərabərdir 20 cm, o da eləyir 0,2 metr olan çeviri özə bərabər sürətlə hərəkət edən maddi nöqtə T bərabərdir 0,5 saniyə müddətində 2 dövr edir. N bərabərdir 2 dövr. Sürəti hesablayaq. V bərabərdir. Sual V bərabərdir 2 pi r n bölünsün T-yə və buradan da hesablasaq 2 pi-ni 3 verib r 0,2 böyük n 2 bölək T-dəki 0,5 0,lar buradan ixtisar gedir. Deməli 8-i vururuq 3-ə 24 bölək 5 o da bərabər olacaq 4,8. Doğru cavab olacaq 4,8, yəni D variantı. Qüvvəni hansı cihazla ölçmək olar? Qüvvəni ölçən cihaz dinamometr adlanır. Doğru cavab B variantı.
Sürətin proyeksiyasının zamandan asılı qrafikinə əsasən 1, 2, 3 nöqtələrində təcilin proyeksiyasını müqayisə edirik. 1, 2, 3 nöqtələrində biz baxırıq ki, təcil nədir? Vahid zamanda sürət dəyişməsi. Yəni, sürət dəyişməsi harada daha kəskin olarsa, orada təcil daha böyükdür. Yəni ki, biz baxırıq ki, burada qrafik kəskin aşağı düşüb, sonra yavaş-yavaş dəyişmə, bu hissədə daha kəskin aşağı düşüb, sonra isə yavaş-yavaş dəyişmə baş verib. Ona görə də A1 bərabər olacaq A2-yə, böyük olacaq A3-dən. Doğru cavabımız olacaq D variantı. 14. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Neçə saniyə ərzində cisim 150 metr yol gedər? Bizdən bu zaman müddətini istəyir. Biz də bilir ki, V-nin T-dən asılı qrafikinə görə yol fiqurun sahəsidir. Yəni, S bərabərdir burada. A plus B, burada trapesiya, fiqurumuz trapesiyadır. A plus B bölə 2, bura H olacaq. Deməli, S-in yerinə qalır 150 bərabərdir. A-nan B, biri 35, 35, üstə gələk 15, bölək 2, hündürlükdə ki, burada bizim T-mizdir və buradan bu hesablamanı aparıq. 35-in üstünə 15 gələndə eləyir 50, 150 ilə 50 ixtisar gedir, qalır burada 3, T-də bərabər imiş 6 saniyə. Doğru cavab A variantı. Aralarındakı bucaq 90 dərəcə olan 8 və 6 Newton görünən vəziyyətini hesablayın. Əgər 90 dərəcə olarsa Pifagor teoremindən istifadə edirik. F1 kvadrat üstə gələk F2 kvadrat. O da bərabərdir. Kök altında 64 üstə gələk 36. Kök altında 100. Kökdən çıxır 10. Doğru cavabımız olacaq 10. Yəni Y variantı. Radius 50 metrdir. Çeviri üzrə V bərabərdir 9 metr bölək saniyə sürətlə hərəkət edir. Tezliyi hesablamaq lazımdır. V bərabərdir 2πrn. Buradan da n də bərabər olacaq. V bölünsün 2πr. Yəni V-ni 9-u bölürük 2πr-dəki 50. 9-dan 3 ixtisar gedir, burada qalır 3. 2-ni 50-yə vuranda 100. 3-ü də 100-ə böləndə 0,3. 1 bölü 2 saniyə tezlik olacaq. Doğru cavabımız olacaq A variantı. Üfüqi istiqamətdə hərəkət edən avtomobilin başlanğıc sürətini 3 dəfə artırdıqda tormoz yolu necə dəyişəcək? Tormoz yolu S bərabərdir V0 kvadrat bölə 2 mj olduğu üçün başlanğıc sürətin kvadrat ilə düz mütənasibdir. 3 dəfə artırdıqda 9 dəfə artar. Doğru cavab Z variantı. Çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 6 saniyəyə gəlir. Yəni, hansı istiqamətdə də A-dan B-yə gəlsə, yenə də eyni şey eləyir. 6 saniyəyə gəlirsə, hər ikisi bu hissənin 6 saniyəyə gedirsə, onda bu hissənin də 6 saniyəyə gedəcək. Periyodumuz bərabər olacaq 12 saniyə. Bucaq sürətini bizdən istəyir. Omega da bərabərdir 2π bölünsün T-yə. Buradan hesablasaq 2π 6 eləyir. T-dəki 12-dir. Bunlar ixtisar gedir, burada qalır 2-də 1, yəni 0,5 radian bölünsün saniyə olacaq. Doğru cavab A variantı. Şəkildə təsvir olunmuş yaylı dinamometrə aid ifadələr, doğru olan ifadələr hansılardır? İş prinsipi Hooke'ın əsaslanır. Doğrudur, dinamometrin iş prinsipi. Bir bölgünün qiyməti 10 Newtona bərabərdir. Bir bölgünü tapmaq üçün iki qonşu bölgünü bir-birindən çıxırıq. Yəni 10-dan çıxırıq 0-ı, bölürük bölgülərin sayına 2 yerə bölünüb eləyir 5. Bir bölgünün qiyməti 5 Newtondur. Doğru cavab budur. Ölçmə xətası. Xətanı da tapmaq üçün bir bölgünü yarısını təyinləməliyik. Eləyir 2/5. Yəni ki, mütləq xətası, ölçmə xətası 2/5-dir. Doğru, 5 doğrudur. Və göstəricisi burada 30'dur. 30 plus minus 5 göstərərik. Plus minus 2/5 olacaq. Yəni xəta ilə toplanır 7-də. Doğru cavab 1, 3, 5, 7. 1, 3, 5, 7 C variantı olacaq. Doğru cavab C variantı. 60 metr bölək saniyə başlanğıc sürətlə V0 bərabərdir 60 metr bölək saniyə. Hərəkətə başlayan cismin təcili zamanı asılı qrafik şəkildəki kimidir? Bu cismin 4-cü saniyənin sonunda sürətini hesablamalıyıq. Bizi məlumdur ki, A-nın T-dən asılı qrafikinə görə fiqurun sayısı bizə delta V verir. Deməli, delta V bərabərdir. Burada ikinci hissədə 0-dır, birinci hissədə isə delta V isə -40-a bərabərdir. Delta V də bərabərdir V çıxılsın V0 bərabərdir -40-a. Buradan da V-ni tapsaq, V0 üstə gələk -40 eləyir, V0 çıxaq 40 eləyəcək. O da bərabərdir. V0-mız 60, çıxaq 40 eləyəcək 20 metr bölək saniyə. Doğru cavab B variantı.
Verilənləri yazaq. Sürəti 40 metr bölü saniyə sürəti olan və 400 metr uzunluq qatar 2000 metr uzunluqlu tuneli nə qədər vaxtda keçər? Qatarın tuneli tam keçməsi üçün qatarın uzunluğu da 400 metr olduğu üçün deməli getdiyi yol 2400 metr olacaq. Buradan da müddəti tapsaq T bərabərli olacaq S bölünsün V-yə. S-imiz də olacaq 2400 bölünsün 40. Hesablasaq biz burada 2400'ü 4'e böləndə 60 olacaq. Doğru cavab 60 saniyə C variantı olacaq. Kütlələrin müvafiq olaraq MK, ML, MN olan KL cisimləri qolu tərəzə şəkil 1 və şəkil 2-də vəziyyətləri olur. Burada buna əsasən biz kütlələr arasındakı münasibəti təyin etməliyik. Biz baxırıq ki, birinci şəkil 1-də deməli K cismi L ilə N-i tanızlaşdırıb. L isə 2 dənə N-i tanızlaşdırıb. Və biz buradan da belə nəticəyə gələ bilərik ki, deməli, N-in kütləsi ən kiçik, K-nınki isə ən böyükdür. Ona görə doğru cavab B variantı olacaq. L isə orta vəziyyətdə olacaq. Çünki L 2 dənə N-ə bərabərdir. Ən az kütləli burada N, ən çox kütləli isə K olacaq. Doğru cavab B variantı. Kütlə həcm qrafik şəkildəki kimi olan maddə üçün aşağıdakı münasibətlərdən hansı doğrudur? Sıxlığı 7,8 qram bölək sıxlıq ρ bərabərdir M bölək V olduğu üçün doğrudan da 78'i bölsək 10'a eləyəcək 7,8 qram bölək kub santimetr. Deməli doğrudur. Bir doğrudur. Maddənin 156 qramın həcmi 40 kub santimetrdir. Deməli, biz buradan sıxlığımız bizə məlumdur. Deməli, həcm V bərabərdir M bölək R olduğu üçün 156'nı bölərik 7,8'ə. Buradan hesablasaq bizə görə nə qədər verəcək? Deməli, 156 hardasa burada vergül silib bura sıfır atsaq, bu eləyəcək 20 kub santimetr olacaq. Bu doğru deyil. 5 kub santimetr isə 39 qramdır. M bərabərdir ρ V olduğu üçün ρ'muz 7,8'dir. Vursaq 5'ə ρ V düsturuna görə buradan hesablasaq 44 yadda 35 39 qram olacaq. Doğru cavab 1-3 olacaq. 1-3 doğru cavabdır. Şəkildə verilmiş ölçümlərə əsasən kütləsi 20 qram olan kürəciyin sıxlığını hesablanır. Kürəciyin həcmini biz kürəcik suya salınmazdan əvvəl menzurkanın göstərişi bizə məlumdur. Burada bunun üçün biz bir bölgünün ölçüsünü təyin etməliyik. Bir bölgünün ölçüsünü təyin etmək istəsək 20'dən 10'u çıxırıq, bölürük bölgülərin sayına 1, 2, 3, 4, 5'ə bölünür. Onu da 5'ə böləndə deyirik ki, bir bölgüsü 2'dir. Əvvəlcə 12 mm, 12, 14 mm göstərirdi. 14 millilitr göstərirdi. Sonra isə kürəciyi saldıqdan sonra göstərdi bizə 24 millilitr. Kürəcik salınan sonra 24 millilitr göstəribsə, onda bir nəticəyə gəlirik ki, kürəciyin həcmi V kürənin həcmi 24'dən 14 çıxırıq 10 millilitr olacaq. Və biz buradan da sıxlığı tapsaq, ρ bərabərdir M bölünsün V-yə, M-i 20 qram bölək 1 millilitrdə kub santimetrə çevirək əvvəlcə. Deməli, kub santimetrə çevirəndə 10, 1 milli 10 üstü mənfi 3'dür, litrdə 10 üstü mənfi 3 olduğu üçün 10 üstü mənfi 6 olacaq. Yəni ki, deməli 1 kub santimetrimiz bizim bilir ki, 10 üstü mənfi 6 kub metrdir. Elə bunu deməli millilitr ilə birbaşa 10 kimi götürə bilərik. Buradan da alırıq ki, 2 qram bölək kub santimetr, buradan da qram bölək kub santimetrdə kiloqram bölək kub metrə çevirmək üçün minə vurmaq lazımdır. Cavab eləyəcək 2000 kiloqram bölək kub metr. Doğru cavab olacaq 2000 kiloqram bölək kub metr. 53 və 43 Newton olan 2 qüvvənin əvəzləyicinin ən böyük qiyməti nə qədərdir? 2 qüvvənin əvəzləyicinin ən böyük qiyməti bir düz xətt üzrə eyni istiqamətdə olduqda olur. 53'ün üstünə də 43 gəlirik, eləyəcək 96 Newton. Ən böyük əvəzləyici qüvvə 96 Newtona bərabər olacaq. Doğru cavab 96. Düzxətli bərabər yeniləşən hərəkət üçün doğru olan ifadələri seçin. Təcili delta V bölünsün T düsturla hesablanır. Doğrudur. Sürəti delta V bölünsün T düsturla hesablanır. Yanlışdır. Sürəti V bərabər V0 plus AT düsturla hesablanır. Doğrudur. Zaman keçdikcə cismin sürəti azalır. Yanlışdır. Doğru cavab 1-3 olacaq.
1, 2, 3 cisimlərinin koordinatını zamanlansız qrafikdən istifadə edərək uyğunluğu müəyyən etməliyik. Sürətin proyeksiyası 10 metri bölə. Gəlin biz sürətləri ayrı-ayrı təyin edirik, sonra cavabları seçərik. V1-i tapsaq, V1 bərabərdir delta x bölünsün təqib 2t-dən istifadə edəcəyik. 1-in delta x-i 40-dır. 40 bölünsün 5 eləyəcək 8. V2-ni təyin etsək, delta v-si 10, delta x-i 10-dur, t-si isə yenə 5-dir, eləyəcək 2. V3-də təyinləsək, delta x-i 0 çıxılsın 50, eləyəcək 50 bölünsün 5, eləyəcək 10. İndi baxaq, deməli, 1 üçün uyğun gəlir, 1-ə uyğun gəlir, 1-də 8 oldu, 1b, 2-yə uyğun gəlir, 2-də 2 oldu sürət, c, 3'e də uyğun gəlir, sürət 10 oldu, A. Sonra başlanğıc koordinatı 0-a bərabərdir, başlanğıc koordinatı 2-də 0-a bərabərdir, bu olacaq D. Sürətin proyeksiyası -10 metr bölək saniyəyə bərabərdir, heç birində buna bərabər deyil. Doğru cavab olacaq 1B, 2C-dir, 3A. Sükunət vəziyyətindən bərabər təcili hərəkət edən cismin 4-cü saniyədə yer dəyişməsi 7 metrdir. Təcili hesablayaq. A bərabər sual. N-in saniyədə gedilən yolun V0 0 olanda düsturu budur. A 2N çıxılsın 1 bölünsün 2-yə. 7-ci saniyə, 4-cü saniyədə getdiyi yol 7-dir. A vurulsun, 2 vurulsun 4 minus 1 bölə 2-yə. Buradan alır ki 14 bərabərdir. A vurulsun 8-dən 1 çıxanda 7-yə. A da bərabər olur 2-yə. Doğru cavab 2 olacaq. Radiusu R bərabərdir 2 cm, eləyir 0,2 metr olan çevirici bərabər sürətlə hərəkət edən bir tam dövrə sərf olunan zamanı 20 saniyədir. T bərabərdir 20 saniyə. Hərəkətlərsə 5 saniyə müddətinə getdiyi yolu tapın. T bərabərdir 5 saniyədə gedilən yolu tapın. Zaman periodun görürük ki 4də 1 hissəsidir. Yəni 20-nin 4də 1-i 5 eləyir. 4də 1-də gedilən yolda 4də 1-i vururuq 2 pi-yerə. O da eləyəcək pi r bölünsün 2-yə. Və yolu da təyin edirik. Pi 3 r 0,2 bölə 2 eləyir 0,3 metr. O da eləyir 3 santimetr. Heç santimetr çevirməyə ehtiyac olmadı. Şəkildə təsvir olunmuş qüvvələrin vəziyyətinin koordinatını təyin edək. Əvəzləyicinin koordinatını təyin etmək üçün ən gözəl üsul budur. Yəni F1 yazsaq, bura F2 yazaq, burada da F3 yazsaq. Əvvəlcə F1-in x oxu üzərinə proyeksiyasını tapaq. 1-in x-i oxu üzərinə proyeksiyanı tapanda başlanğıcla sondan oxa perpendikular indiririk. F1-in x oxu üzərinə x-i -1, y-i isə müsbət 1-də. Keçdik 2-yə. X-i müsbət 2, y-i də yenə müsbət 2-də. Üçüncüyə keçsək, x-i müsbət 2, y-i isə -1-də. Buradan da təyin eləsək, deməli 4-dən 1 çıxanda eləyir 3, 3-dən də 1 çıxanda eləyir 2. Deməli F əvəzləyicinin koordinatları x-i 3, y-i 2 olacaq.